Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademi liseyi üzrə Riyaziyyat və Məntiq müəllimi Aysel Əhmədova. Bugün sizlərlə məntiq sınağının suallarının həllinə baxacağıq. İlk növbədə birinci sualımıza baxaq. Birinci sualda bizdən tələb olunan ehtimala aid bir sualdır. Zəri bir dəfə atdıqda, biz birinci bilməliyik ki, ehtimal düsturunu bilməliyik ən əsası. Görək zər söhbətidir. Zəri bir dəfə atdıqda düşən xalın mürəkkəb olmayan ədəd olmasının hadisəsinin ehtimalını tapın. Və mən bilməliyəm ki, əlverişli mümkün hal ümumi cəmdir, yəni bizdən soruşulan halların cəmdir. Əlverişli bizdən məsələn nə tələb olunur? Həmin rəqəmdir. Mümkün hal, məsələn, zəri bir dənə zərdən söhbət gedirsə, burada 6 dənə rəqəm var. Yəni mümkün halım 6 olacaq. Əgər 2 zər desəydi 36 olacaqdı mümkün halım. Əlverişli hal deyir ki, xalım, bax, rəqəmlər 1, 2, 3, 4, 5, 6-dır. 6 dənə rəqəm düşə bilər. Amma deyir, mürəkkəb olmasın. Birinci mürəkkəblər çıxmalıyam. 4-dən 6-yı çıxanda yerdə 1, 2, 3, 5 qaldı. Yəni 4 dənə rəqəm. Əlverişli halında 4-dür. Onu da 2-yə ixtisar aparsam 3-də 2, cavab A variantı. Keçirik növbəti suala. Növbəti sualımız Banu 9 ədədi ilə 5-5 sayır. 9, 14, 19 şəklində sayan Banu aşağıdakilərdən hansını sayar? Görürük 9-dur, 14-dür, 19-dur. Bir də 5 gəlsəm 24, 29, 34, 39, 44, 49. Bax, bu şəkildə gedir. Görürəm sonun hamısı 4, 9, 4, 9, 4, 9 sayır. Deməli, sonunda 4, 9 olmalı. Cavab B variantı. Gəldik 13-cü sual. 13-cü sualda 1 metrinin qiyməti 11 manat və 15 manat olan cəmi 16 metr parça var. Satıcı bütün parçaları satıb 212 manat əldə etdi. Neçə metr 15 manatlıq parça satılır? Biz də bilirik ki, bu tip suallarda variantları yerinə qoyub hesablamaq daha məntiqə uyğundur. Məsələn, birinci 7-yi yerinə qoysam, 15-i 7-yə vuraram ki, görüm neçə manatlıq satılıb. 15-i 7-yə vuranda 105, 212-dən 105-i çıxıram ki, bu eləyəcək neçə? 107. Çıxıram ki, görüm 11 manatlıq nə qədərdir? Tam bölünürsə, bəli, düzgündür cavabımız. Aha, 107 11-ə tam bölünmür. Buna görə də düzgün cavab A deyil. 135-i heç qoymağa dəyməz. Çünki 15-i 135-ə vuranda 212 manatdan çox pul edir. Deməli, o heç deyil. İndi gələk 9-a. 15-i vurdum 9-a, 135 etdi. 212-dən çıxdım 135-i, 77 etdi. 77-yi də bölürəm 11-ə, o da eləyir 7. Aha, 7 və 9. Tam bölündüyünə görə, deməli 7 metrdə 11 manatlıqdan satılıb. 9 ilə 7 də həqiqətən 16 metr edir. Elə düzgün cavab C variantı. 5-ə qalıqsız bölünən 3 müxtəlif iki rəqəmli ədədin cəmi 200-dür. Bu ədədlərdən ən kiçiyi ən az neçə ola bilər? Elə bilin ki, X, Y, Z götürmüsünüz. Məndən ən azı soruşduğuna görə mən digər ikisinə ən böyük ədəd, bax, X, Y, Z. Bu ən az olması üçün digər Y ilə Z-ə ən böyük ədəd qoymalıyam ki, buna ən az qalsın. Və bunları onda mən qalıqsız bölünürsə, iki rəqəmli ən böyük ədəd 95 ilə 90-ı qoya bilərəm. Bunları toplasaq neçə eləyəcək? Bunları toplasaq görürük ki, 90 üstünə 95, 185 və cəmi 200 verib. Yəni, bunların cəmi 200-dür. X onda nə qalacaq? 200-dən də 185 çıxarıq, 15 qalar. Cavab D variantı. Əkbər saat 10:00-da evdən işə getdi və 16:44-də evə qayıtdı. O işə gedib qayıtmağa 52 dəqiqə vaxt sərf edib. Yəni, deməli, baxın, elə bilin ki, siz işə gedirsiniz, həm də qayıdırsınız. Gedib qayıtmağa 52 dəqiqə vaxt sərf edib. 10:00-da evdən işə getdi və 16:44-də evə qayıtdı. Mən birinci bilməliyəm ki, işə gedib qayıtmağa nə qədər sərf etdiyini də bunlar arasında bölməliyəm. Əkbər nə qədər müddət işdə olmuşdur? Məndən bunu soruşur. Deməli, 10:00-da evdən, bax, 52-yi bölməliyəm 2 yerə. Eləyir neçə? 26. Yəni, 26 dəqiqə gedir, 26 dəqiqə gəlir. Deməli, 10:00-da evdən çıxıbsa, 10:26-da artıq işdə olub. Və 16:44-də evə qayıdıbsa, 16:44-dən çıxıram 26 dəqiqəni ki, görün bu işdən neçədə çıxıb. Bu zamanda bu da neçə eləyəcək? 16, 18. 16, 18-də də deməli nə olub? Bu artıq, baxın, 16, 18-də də bu artıq olub işdə. İşdən çıxdığı vaxtda 16, 18.
İndi bizdən deyir ki, Əkbər nə qədər müddət deyir işdə olub. Biz bu zaman 16 18-dən çıxmalıyıq neçəni? 10 26-nı. Baxın belə dəqiqəni çıxdıqda bura eləyər 52 dəqiqə, burada eləyəcək. Burdan 1 saatından çıxmışıq axı. 15-dən elə bilin siz çıxacaqsınız. 15-dən də çıxanda 5 saat 52 dəqiqə edəcək. Cavab A variantı. Zahid anadan olanda Günəşin 5 yaşı var idi. Günəş Məryəmdən 7 yaş kiçik olarsa, Məryəmin 23 yaşı olanda Zahidin neçə yaşı var? Zahid anadan olanda Zahidin 0 yaşı olur. Günəşin də onda 5 olanda aralarında 5 yaş fərq var. Günəş Məryəmdən 2 yaş kiçik olsa, Məryəmin deməli 7 imiş. Məryəmin 23 yaşı olanda, deməli Məryəmlə Zahidin arasında da 7 yaş fərq var. Məryəmin 23 yaşı olanda Zahidin 7 yaş bundan kiçik olduğuna görə 23-dən də 7-yi çıxarıq, 16 yaşı olar. Digər sualımıza keçək. Uzunluğu 24 metr olan lenti 6 metrlik hissələrə ayırmaq üçün 12 dəqiqə. Aha. Mən bax bir dənə güya ki, indi bu 24 metrlik lentdir. 6 metrlik hissəyə ayırıram. Biz demişik ki, digər məsələn sınaqlarda da sizə bildirmişik ki, hissəyə ayırarkən 1 hissə, 2 hissə, 3, 4, 5, 6. 6 hissəyə ayırıramsa 5 yerdən bir vahid ondan az elə bil kəsirəm. 1, 2, 3, 4, 5 kəsdim. Və 12 dəqiqə vaxt sərf edib deyir. Bu lenti 2 metrlik hissələrə bölmək üçün neçə dəqiqə vaxt sərf olunar? 24 metrliyə elə bil 5 dəfə baxın, 12 dəqiqəyə vaxt sərf olunursa, 1, 2, 3, 4, 5-dir. Elə bil 5-inə 12 dəqiqə vaxt sərf eləyib. Bu lenti 2 metrlik hissəyə bölərkən də artıq 6 metrliyə bölürsə, 6 metrliyə. Baxın, əslində 6 metr yox, 6 metrlik deyirsən, hissəyə böldük biz. 6 metrlik deyirsən, 24-ü 6-ya bölürəm. 4 hissəyə ayırmalıyam. 4 hissə. 1, 2, yəni bura 6-dır, bura 6-dır, bura 6-dır. 6, 6, ümumi də 24. Və neçədən yerdən kəsdim? 3 yerdən kəsdim. 12 dəqiqə vaxt sərf eləyibsə, 12-də 3-ə bölürəm. Deməli, 4 dəqiqə bura gedib, 4 dəqiqə bura, 4 dəqiqə bura. İndi deyir 2 metrlik hissələrə, 2 metrlik hissəyə ayırmaq üçün də təbii ki, indi bu qayda şəkili çəkmək də olar. Amma 2 metrlik hissəyə böləndə 24-ü bölürük 2-yə 12 düşür. Elə. Bu zaman biz də bilirik ki, bir vahid bundan az götürəcəyik. 11-i vuracağıq 4-ə. Çünki 4 dəqiqə sərf edib. O da 44, deməli, dəqiqə vaxt sərf etmiş olacaq. Keçirik növbəti. Eyni suallar dəslində 5 metrlik taxtanı yarım metrlik hissələrə bölmək üçün neçə yerdən kəsmək lazımdır? Biz bilirik ki, 1 metr, məsələn, yarım metrlik desə, bunun yarısı gedir də, 1 metrin yarısını götürürük. İndi biz burada, məsələn, 5 metrliksə bunu 5 metr hissəyə birinci ayırıram. 1 metr bura, 1 metr bura, 1 metr bura, 1 metr də bura. Bunları deyir yarım metrlik hissələrə bölmək üçün. Yarım metrlik hissələr buna böyük xətlərlə çəkirəm. Baxın, yarım-yarım olur. Üçün neçə yerdən kəsmək lazımdır? Neçə yerdən kəsdik biz bunu? 1, 2, 3, 4, 5, 6, 7. İndi baxın. Deyir ki, 5 metr yarım hissələr bölmək üçün neçə yerdən kəsmək lazım olduğunu soruşur. 5 metrlik yoldan görə buradan da bir dənə çəkməliyəm ki, burada 1 metr olsun, 5 dənə metr olsun. Buranı da belə çəkdikdə buranı da 1 bölürük. Neçə dənə olacaq? 7 dənə idi, 8, 9 dənə ümumi kəsim olacaq. Aydın oldu yəqin ki, bir də izah eləyirəm. 5 metr dediyinə görə 1 metr buradadır, 1 metr buradadır, 1 metr burada, 1 metr burada 4 oldu, 1 metr də burada 5 oldu. Və bunları indi yarım desə 1 metrin də yarısını, bax uzun xətlərlə çəkirəm bunu. Bu xətlərin hamısı sananacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Keçirik növbəti suala. Boks maçı hər bir raund 5 dəqiqə olmaqla 10 raund olur. Biz bildik ki, 5 dəqiqədən başa 10 raundsa, 5-i vururuq biz neçəyə? Ona 50 yaza bilərik. Aha, amma deyirsiniz 50 deyil. Çünki hər bir raund arasında, bax, biri 5 dəqiqə, 10 raund. Hər bir raund arasında 2 dəqiqə fasilə verilir. 10-cu raund başa çatanda maçın ümumi müddəti neçə dəqiqə olar? Biz indi bunu tapmaq üçün 2 dəqiqə fasilə verildiyinə görə, məsələn, 10 raundda biz birinci vurarıq 50-yə, ümumi 50 dəqiqə vaxt sərf edilməlidir. 10-cu raunddan söhbət gedirsə və arası 2 dəqiqə fasilə varsa, biz onu 2-yə vurmalıyıq həm də. Bu da neçə eləyəcək? 20.
Bunların arasında fasilələr gedir axı. Yəni məsələn 10 raundsa 1-ci ilə 2-cinin arasında fasilə, 2 ilə 3-ün arasında, 4 ilə 5-in, 6 ilə 7-nin məsələn bu şəkildə. Sonra 8 ilə də 9-un 10-11 olmur artıq. Onda bitir. 1, 2, 3, 4, 5 dənə arasında fasilə olacaq yəni. 5 fasiləmiz olacaq. Ona görə də biz bunları ümumi toplasaq 50 ilə 20-ni 70. Arasında 2 dəqiqə olan fasiləndə biz bu fasiləni çıxmalıyıq. Ümumi cəmdən çıxıram, o da eləyir 68. Cavab A variantı. Fasilə dediyinə görə onu çıxmalıyıq. 180 metr uzunluğunda yolun hər iki tərəfi boyunca bərabər aralıqda cəmi 62 ağac əkilmişdir. 4-cü və 9-cu ağac arasındakı məsafə nə qədərdir? Bu əslində bizim keçmiş sınaqlarımızda da mən bu sualdan görmüşdüm və izah etmişdim. Yol çəkirdik. 180 metr uzunluğunda deyirsəm, biz indi deyək ki, yolun hər iki tərəfi boyunca bərabər aralıqda cəmi 62 ağac. Deməli, onda 31-i bura əkilib, 31-i bura əkilib. Və 4 və deyir 9-cu ağac arasındakı məsafə. 180 metr bunun uzunluğu varsa, 180 metr, 31 dənə də ağac əkilib. Deməli, onda bunu biz 30-a bölməliyik. Niyə 30-a bölürəm? İndi deyəcəm. Çünki biz demiş ki, 31 ağacdırsa, biz bayaqdan deyirik axı, 31 dənə ağacı, onların arası bir vahid ağacın sayından, nöqtənin sayından az olacaq məsafəsi. Ona görə 30-u bölürəm. Bu da eləyir 6. Hər məsafə ilə bil arasındakı məsafə 6 metr olacaq. 4 və 9-cu ağac arasındakı məsafə. İndi məsələn, bura 4-dür, bura 5-dir, bura 6-dır, bura 7-dir, bura 8-dir, bura 9-dur. 1, 2, 3, 4, 5 dənə arasında məsafə var. 5-i də 6-ya vuracam, 30 metr. Cavab B variantı. Bundan sonra sualımız bitdi. İnşallah ki, sual sizlər üçün aydın oldu. Nə qaranlıq qaldısa, rəy bölmələrində fikrinizi yazmağı unutmayın. Oldu uşaqlar, çox sağ olun. Hələlik.